Hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Azərbaycan mediası siyasəti nə qədər doğru çatdırır? Qonağımız Milli Məclisin deputatı, millət vəkili Hikmət Babaoğludur. Hikmət müəllim, xoş gəlmisiniz. Xoş gördük. Hikmət müəllim, öncə başlayaq. Azərbaycanda siyasi debat nəyə görə azdır? Yoxsa ümumiyyətlə biz mi yanlış müşahidə edirik say etibarı ilə və yaxud kəmiyyət və keyfiyyət etibarı ilə kifayət qədər çoxdurmu? Əlbəttə, siyasi debatlar, siyasi fikir pluralizmi, siyasi mövqe fərqliliyi hər bir demokratik cəmiyyətin olmazsa olmazıdır. Çünki cəmiyyətdə əgər hamı eyni cür düşünərsə, ictimai rəy yeksənək olarsa, o cəmiyyətdə inkişaf potensialı azalır. Ona görə də bizim konstitusiyamızda da, siyasi partiyalar haqqında qanunda da, elə söz və mətbuat azadlığı haqqında qanunlarımızda da, informasiya qanunlarımızda da azadlıq təşviq edilir, hüquqi əsaslar yaradılır ki, cəmiyyətdə daima fikir istehsalı olsun, cəmiyyətin siyasi palitrası zənginləşsin, düşüncə fərqliliyi olsun və beləliklə cəmiyyət inkişaf etsin. Əks təqdirdə fikir müxtəlifliyinin olmadığı, siyasi debatların olmadığı, ictimai debatların olmadığı, elmi diskussiyaların olmadığı heç bir mühit inkişaf edə bilməz. Ona görə mən düşünmürəm ki, Azərbaycan cəmiyyətində bugün siyasi debatlar azdır. Məsələn, biz siyasi fikir toqquşmalarını harda görürük? Bütün media nümunələrində, istər internet, video, telekanal, televiziya kanallarında, istər sosial şəbəkələrdə, istər müxtəlif televiziya kanallarında fikir rəngarəngliyindən şahidlik edirik. Amma bir məsələ var ki, bugün gəldiyimiz nöqtədə ictimai-siyasi münasibətlərimizin, ölkəmizdə baş verən hadisələrin çatdığı bu nöqtə, mən düşünürəm ki, bir cəmiyyətin əldə etmək istədiklərinin zirvəsidir. Siyasi debatların da, ictimai müzakirələrin də əsas məqsədini Azərbaycanda uzun illər Qarabağ mövzusu təyin edirdi. Onun ətrafında fikir müxtəlifliyi olurdu. Onun Qarabağın torpaqlarımızın işğaldan azad olunması ətrafında daha çox diskussiyalar, siyasi cərəyanlar yaranırdı və s. Bunların bir qismi əlbəttə ki, daxili dinamiklərin, daxili siyasi proseslərin əsas olaraq meydana çıxırdı. Bir qismi isə bunları manipulyasiya etmək üçün kənardan diktə edilirdi. Biz belə hallar çox gördük. Və sonradan həqiqətən biz torpaqlarımızı işğaldan azad etmək qətiyyətini müəyyən etdirəndə Azərbaycan dövləti, Azərbaycan prezidenti bəlli oldu ki, sən demə bizim ictimai-siyasi sistemə sırınan bu adamlar sifariş yerinə yetirirlər. Bəlli oldu ki, biri cənubdan bir sifariş yerinə yetirir, biri şimaldan sifariş yerinə yetirir. Amma bütün bunlara baxmayaraq əlbəttə ki, əsas fikir müxalifliyi doğuracaq o ərazi bütövlüyü məsələsində, onun təmin olunması məsələsi. Daha doğrusu ərazi bütövlüyü məsələsində fikir müxalifliyi mən düşünmürəm ki, vardır, yoxdur. Hərçəndə bir qədər dərinə geçsək, başqa şeylər də ortaya çıxa bilər. Amma torpaqlarımızın azad edilməsində yollar, axtarışlar vardır ki, bu da təbiidir. Azərbaycan cəmiyyəti, intellektual cəmiyyəti, vətənpərvər cəmiyyəti hər bir yolla çalışır ki, necə eləmək olar. Bu qalxıb. Ona görə mən düşünürəm ki, bununla bərabər artıq biz yeni mərhələdə daha böyük gələcəyi qurmağa hazırlaşmalıyıq. Azərbaycan prezidenti dedi ki, yeni reallıqlar xalqımız qarşısında yeni məqsəd və vəzifələr müəyyənləşdiribdir. Bax, indi mən elə gəlir ki, medianın da siyasi fikir rəngarəngliyinin də əsas mövzusu olmalıdır. Azərbaycan prezidenti dedi ki, bizim cəmiyyətə yeni milli ideya lazımdır. Yeni ideya. Yəni, çünki Azərbaycan milli düşüncəsinin əsasında duran bir məsələ var. Müstəqilliyimizi əldə edər etməz, hətta ondan da qabaq Azərbaycanın ərazi bütövlüyü. Yəni, artıq bunu aldıq. Daha nələr var? Bax, gələcəyə baxmaq lazımdır. Mən düşünürəm ki, çox faydalı debatlar olur. Adlarını çəkməyəcəm, hansı televiziyalar və s. Amma bu proses gedir sosial şəbəkələrdə də, ondan sonra televiziya məkanında da, elektron mediada da, çap mediasında da bu fikir rəngarəngliyi mövcuddur. Amma kifayətdirmi və onun keyfiyyəti necədir? Məncə, burada böyük bir sual qoymaq lazımdır. Nə dərəcədə o da qeyd etdiyiniz kimi sifarişli mətbuat, dırnaqarası sifarişli mətbuata və ya bloger qismlərinə Azərbaycan mediası tutarlı cavab verə bilər? Azərbaycan mediası
bugün inkişaf edir. Amma Azərbaycan mediası daha çox istiqamətlənib xəbərçilik mediasına. Amma medianın indiki şəraitdə vəzifəsi həm də olmalıdır ictimai düşüncə platforması yaratmaq, intellektual mühit formalaşdırmaq, maarifləndirmə aparmaq və gündəm yaratmaq. Bugün Azərbaycan mediası xəbəri verir, xəbəri çatdırır. Bu problem yoxdur. Amma bu hadisə oldu və media bunu çatdırdı. Bu medianın funksiyasının yalnız kiçik bir hissəsidir. Amma bu hadisə nəyə görə baş verdi? Onun nə qədər media nümunəsi var ki, izah eləsin, analitik təhlil eləsin, buna tarixi fon versin, gələcəkdə hansı fəsadlar törədə biləcəyindən proqnozlar müəyyənləşdirsin və ortaya bir məhsul qoysun. Problemi nədə görürsünüz? Təhsildə yoxsa iş mühitində? Bu problem təkcə medianın problemi deyil, bu problem bizim cəmiyyətin problemidir. Azərbaycan intellektual mühitində çatışmazlıq var. Bu da çox dərinlərə gedir. Təhsildən başlamış, ictimai maarifləndirmə institutlarından başlamış, cəmiyyətin qeyri-hökumət təşkilatları və s. bunların hamısının ortaq problemidir və biz bunu deməliyik bugün. Çünki belə problemlər var. Bu da nədir? Təhsillə real media arasında körpü var, amma hələ arzulanan səviyyədə deyil. Düzdür, bu istiqamətdə işlər görülür. Azərbaycanın intellektual potensialının formalaşdığı mənbələr var. Məsələn, universitetlər, elmlər akademiyası hazır ki, çox böyük işlər görülür, təqdir eləməliyik. Xüsusən də Milli Elmlər Akademiyasında çox böyük potensial var. Media o potensialı mediatikləşdirərək özünə cəlb etməlidir. Yəni, biri var, 4 il bakalavr təhsil alıb, 2 ildə magistr təhsili alıb gəlir bir jurnalist, mediada imza yaratmağa çalışacaq və yaxud nəyin baş verdiyini öyrənib təhlil etməyə çalışacaq. Bunun təfəkkürü axı hələ oturuşmayıbdır. Amma bir də var, illərdir akademik mühitdə həm tarixi yaddaşı olan, ondan sonra həm akademik yaddaşı olan, həm nəzəri prosesləri dərindən bilən puxtalaşmış bir alimin mediaya gəlməsi. Bax, bizdə bu çatışmır. O akademik mühit yoxdur və bunu etiraf etməyə də çəkinirik. Etiraf edəni də daşlayırıq. Akademik mühit yoxdur demək, özümüzün üstündən xətt çəkməyimiz deməkdir. Akademik mühit var. Amma biz nə dərəcədə bu akademik mühitin potensialını ictimai münasibətlərimizə və mediamıza cəlb edə bilirik? Nəyə görə bəs jurnalist tələbələr jurnalistika fakültəsindən çıxdıqda hansısa mətbu orqana, televiziya orqanına gedəndə biz sıfırdan başlamalı oluruq? Nəyə görə universitet bizə o bazanı vermir? Mən bunu səsləndirirəm, bilirəm ki, əks arqument kimi tamaşaçılar qeyd edəcəklər ki, Bakı Dövlətin özünün və yaxud da ki, digər universitetlərin daxili studiyaları var və yaxud praktikaya göndərirlər və s. Bunlar yetərlidirmi? Sadəcə 4 il ərzində sadəcə bunlarla mı kifayətlənməliyik? Ancaq universitetlərdən kənar biz gedib könüllü şəkildə belə fəaliyyət göstərəndə hələ tələbəlik dövrümüzdə o getdiyimiz məqam nöqtələrdən biz daha çox məsələlər öyrənirik, daha çox agah oluruq jurnalistikaya və bunun səbəbini mən elə keçmiş bir məzun kimi, keçmiş tələbə kimi hələ də axtarıram səbəbini. Axtarırsınız. Əlbəttə ki, bu axtarılmaq yaxşı şeydir özlüyündə, amma məsələn, təhsilin və yaradıcılığın elə arasındakı sərhəd də budur, elə məntiq də budur. Yəni, buna təəccüblənmək olmaz. Əgər siz istəyirsinizsə ki, məsələn, tutaq Bakı Dövlət Universitetində adını çəkdiniz, yüksək səviyyədə təhsil var. Məsələn, jurnalistikanın nəzəri hissəsi doğrudurmu? Hətta orada praktik hissəyə çevriləcək dediyiniz kimi studiyalar qurulub. Vaxtilə məsələn bizim dövrümüzdə bunlar yox idi. Biz xarici ölkələrə gedib gəlib arzu eləyirdik ki, məsələn bizim jurnalistika ixtisasını tədris edən ali məktəblərdə nəyə görə tutaq ki, məsələn televiziya yoxdur, nəyə görə öz qəzeti yoxdur. O vaxt qəzet dəbdə idi və s. Amma bu gün bunlar var. Demək ki, təkcə jurnalistikada yox, bütün elm sahələrində belədir. Sizin nəzəri təhsil aldığınız müəssisə, elə adı üstündə bu tədris təhsil müəssisəsidir, universitetdir. O sizə nəzəriyyəsini gedib, praktik vərdişlərsə təcrübələr qazanır. Ona görə burada təcrübə heç nə yoxdur. Yəni, əgər siz məsələn, Azərbaycan mediasının başqa bir geridə qalma səbəblərindən biri nədir?
Məsələn, media gündəmi təqib edir, özü gündəm yarada bilirmi? Mən elə gəlir ki, bax bu müqayisədə gəldiyimiz nəticə belə ola bilər. Mümkün nəticələrdən biri. Mediadan daha çox Azərbaycanda ictimai gündəmi sosial şəbəkələr təyin edir. Buna mübahisə edə bilərikmi? Bəlkə edə bilərik, amma həqiqət varmı? Bu fikirdə həqiqət də var. Ona görə bax bütün məsələlərə belə yanaşmaq lazımdır. Təhsil nədir? Təhsil sizə istiqamət verir. Buyurun, zəhmət çəkin. Mediada bir imza olmalıdır. O imza o media içərisində özünü yaratmalıdır. O izlənsin. Məsələn, vaxtilə mediada belə məsələlər var. Yəni filan imzanı oxuyuram mən. Filan imzada o oxucusunu qazanmaq üçün gecə-gündüz çalışırdı özlərində. Yetəri qədər onların verdikləri nəzəri hissəni mən onlara qaytardığımı şəxsən öz adıma hesab edirəm ki, çünki akademik göstəricilərim ən azından bunu deməyə əsas verir mənə. Amma praktik cəhətdən mən yetərli olduğunu düşünmürəm. Təkcə bir universiteti ittiham edərək demirəm. Ümumi Azərbaycan media təhsilində bu boşluğu hiss edirik. Gəlin real problemlərdən danışaq, dostcasına danışaq. Mən, siz, digər media həmkarlarımız hamımız Azərbaycan mediasıyıq. Doğrudurmu? İndi gəlin görək, bax burada şəxsiyyət qıtlığı varmı? Etiraf eləyək, var. Bəlkə məndə də intellektual bazadan intellektual qıtlıq varmı? Var. Ona görə nə etmək lazımdır? Ona görə bax bu rasional addımlarla öz qüsurlarımızı görə, amma həm də başqalarının qüsurlarını görə bundan dərs çıxartmalıyıq. Media ictimai düşüncə platformasına çevrilməlidir. Fəlsəfə platformasına, milli ideologiya platformasına çevrilməlidir. Amma mən bunu deyən zaman nəzərdə tutmurdum ki, media ilkin funksiyasını kənarda qoymalıdır, xəbərçilik. Yox, bu media həm də xəbərçilikdir. Bəli, xəbərin əsasında analitika formalaşır. Xəbər əsasında analitika formalaşır. Amma məsələn, xəbəri necə təqdim etmək, dediyimiz, burada keçid nədir o məsələdə? Xəbəri verdik. Yəni bu xəbər bizdə bölünür də xəbər jurnalistikası, analitik jurnalistika doğrudurmu və s. və publisistik jurnalistika və s. nə qədər desəniz. İndi baxın. Xəbəri bir jurnalist verdi. Amma başqa bir jurnalist onu təhlil etməlidir. Bu xəbərdə baş verən hadisənin səbəbi nə idi? Və niyə bu gəlib bizim gündəmimizi zəbt elədi? Bizim media məkanımıza belə bir xəbərin yayılması ümumi lehimizə idi, əleyhimizə idi. İctimai mövqenin lehinə idi, əleyhinə idi. Dövlətçilik maraqlarımızın lehinə idi, əleyhinə idi. Və ondan sonra öyrənsin bu hardan ötürüldü. Kör-körənin xəbəri götürdük, paylaşdıq. İndi baxın, bugün Azərbaycanın xüsusən sosial şəbəkələrində elə mediaya da sıçrayır mütləq. Çünki biz hər nə qədər tutaq ki, media subyekti adlandırsaq da, medianı sosial mediadan ayırsaq da, amma yenə də görürsünüzmü, sosial deyəndə dalında da bir media deyirik. Çünki ayıra bilmirik. Nəticə etibarı bənzər funksiyalardır, hətta eyni funksiyalardır yeri gələndə. İndi sadəcə biz hüquqi kontekstdə bunu ayıra bilərik, amma ictimai mühitə təsir kontekstində, milli təfəkkürün formalaşması kontekstindən necə ayıra biləcəksən? Sən kimə qadağa qoya bilərsən ki, mənim media subyekti adlandırdığım bu mediadan sən xəbər al. Xəbər istehlakçısı deyir, yox, mənim üçün sosial şəbəkə maraqlıdır. Orada da o qədər xəbər var ki, mən bunları alıram. Əslində ənənəvi media inteqrasiya edir sosial media, amma sırf sosial media üzərindən media fəaliyyətini formalaşdıran qurumlarla yarışa bilmir. Səbəb nədir? Səbəb nədir? Bax, burada səbəb nədir? Səbəb demək, daha tez əlçatanlıq və ictimai populizm nöqteyi nəzərdən daha cazibədar olması. Hamı populist xəbərlərin arxasınca qaçır. Çünki bizi müasir texnologiyalar heç bir xəbər istehlakçısı olmaq istəməsən belə o xəbəri gətirirlər sənin düz beyninə hopdururlar elə görsəl olaraq. Xəbəri oxumasan belə o görsəl sənin üçün xəbərdir. Çünki beyin onu xəbər kimi algılayır. Nə baş verir? Bax, bu gün çox təəssüf ki, o müdaxilələr, kənardan müdaxilələr Azərbaycanın sosial məkanını və bir ucuda artıq media gəlib çatıbdır. İnternet televiziyalarının əksəriyyətində bu məsələ müzakirə olunur. Əlimizə bir qılınc veriblər, bizi tariximizə qarşı savaşçıya çeviriblər. Dəyərlərimizə qarşı savaşçıya çeviriblər. İndi yaxşı media bunu araşdırmalıdır. Nəyə görə bugün, məsələn, aktual mövzu bugündə də Azərbaycanın gündəmini kim zəbt edibdir? Şah İsmail mövzusu, düzdürmü? Bu bizə lazımdırmı? Lazımdır, amma Şah İsmaili şahımız kimi, böyük imperiyanın qurucusu kimi
Azərbaycan əxlaqi, mədəni, dini, mənəvi dəyərlərinə qatqı verən Şeyx Səfi ailəsinin varisi kimi niyə görmürük? Çünki bunu istəməyənlər var. Çünki bu dəyərdir. Cənub qonşumuzdan əlimizə bir mövzuat qılınc veriblər. Biz də başlayırıq öz keçmişimizi qılınçlamağa. Gördünüzmü? Mən bayaq deyəndə ki, Azərbaycan mediası gündəm yaratmır. İndi baxın, gəlin proporsiya şəklində ölçək. Belə bir tarazlıq yaratmağa çalışaq. Media subyekt dediyimiz hüquq kontekstindən ayırdığımız o sahədə mi, o informasiya məkanında mı ictimai rəyə daha çox təsir edən hadisələr baş verir, yoxsa media saymadığımız sosial şəbəkələr və digər platformalar? Əlbəttə ki, ona görə demək, biz nə qədər bunu ayırsaq da, hesab eləsək də ki, özümüzü müdafiə elədik, bu mümkün deyil. Sən kimə deyə bilərsən ki, hansı xəbər istehlakçısına deyə bilərsək ki, biz, sən demək, qeyri-rəsmi və yalan bir informasiyanı istehlak edirsən, bu olmaz. Bu deyir, mən bunu istəyirəm. Yəni, ona görə də biz media subyekti adlandırdığımız o medianı, rəsmi media statusunda gördüyümüz o medianı o qədər maraqlı eləməliyik ki, bunun üstündən çıxsın, bu da mümkün deyil. Bu da mümkün deyil. Mən də olsam bu mümkün deyil, siz də olsanız bu mümkün, başqa birisi olsa mümkün deyil. Çünki xarakter başqadır. Xarakter başqadır. Əslində hər ikisində çalışmış bir gənc jurnalist kimi onu özümdə müşahidə etmişəm. Elə bayaq birinci toxunduğumuz Qarabağ məsələsində kifayət qədər ənənəvi media həm resurs, həm zəhmət, həm intellektual zəhməti belə xərcləyirik ki, Qarabağ məsələlərini gündəmdə saxlayaq. Ancaq həm də əslində yaxşı bir haldır. İstənilən halda Azərbaycan mediasının bir tərəfdarı. Bunu qiymətləndirirəm gənc jurnalist kimi də. Özüm də bir parçası olmuşam. Sosial media üzərindən elə Qarabağ mövzusuna toxunanda çox qısa bir paylaşım belə etsə, maksimum deyək ki, 1 dəqiqəlik. Bu daha çox izlənir. Nəinki bizim zəhmət çəkib, resurs xərcləyib, gedib ezamiyyədə günlərlə hazırladığımız geniş materiallar. Ona görə də gəlin belə razılaşaq, məsələ media deyil. Məsələ milli medianı formalaşdıran mühitdir, intellektual mühitdir, ictimai. Biz hər birimiz onun evladlarıyıq. Sokrat deyirdi ki, biz ata-analarımızdan daha çox zəmanəmizin evladlarıyıq. Biz də, jurnalistlər də, bu mühitdə demək, aldığımız təhsildən daha çox sosial şəbəkələrin evladlarına çevrilirik artıq. Çünki bizi o tərbiyə edir, ya da tərbiyəsizləşdirir. Doğrudurmu? Ona görə də, yəni bax, bu ictimai mühiti biz qorumalıyıq. Nəyə görə? Məsələn, az çox imzası tanınmış, az çox rəsmi status olan adamlar, məsələn, belə düşüblər İrandan gələn bir tezisin dalına, Şah İsmaili qılınçlayırlar. Nə vaxta qədər, nə üçün? Hansı mənəvi haqla? Niyə? Başqa xalqlar bir Şah İsmail olması üçün öz tarixlərində bəlkə də hər şeydən keçərdilər. Yoxdur. Əcdadımız yetişdiribdir. Qonşu Ermənistan uydurma tarixini necə yaradır? Sən tarixini niyə inkar edirsən? Və yaxud biri deyəndə ki, tutaq ki, Midiyadan başlayıb, Mannadan başlayıb, ondan sonra Asturiyadan başlayıb, bugünə qədər gələndə bir tarix təfəkkürlə, ardıcılıqla yanaşanda biri sənə deyir ki, sən xəyalpərəstsən, tarix istəyirsən. Mən niyə xəyalpərəst oluram? Məsələn. Və yaxud bugün yeni milli məqsədlər və vəzifələr deyəndə nə nəzərdə tutulmalıdır, nə olmalıdır, niyə bunun diskusiyası getmir? Bax, bu belə məsələlər var. Ona görə də mən düşünürəm ki, bizim qarşımızda duran ilkin vəzifə nədir? Medianı sadəcə media olmaqdan çıxarıb, ictimai düşüncə platformasına çevirməliyik. Bir. İkincisi, xəbər siyasəti bu oldu-la bitməməlidir. Bu hadisə oldu. Bu hadisə niyə oldu sualının cavabını biz auditoriyaya verməliyik. Bu bizim xeyrimizə oldu, ziyanımıza oldu, onu izah etməliyik. Buna dediyim kimi tarixi fon verməliyik, intellektual fon verməliyik, analitik fon verməliyik ki, sabah sosial şəbəkələrdə bugünkü hallar baş verməsin. Bunun üçün çox vaxt lazım deyil. Bunun üçün bir 10 il vaxt lazımdır ki, əslində az da vaxt deyil. Yəni, yeni nəslin intellektual keyfiyyətlərini formalaşdıraq. Yəni, məsələn, baxın, bir müddət, elə bugün də davam edir, Azərbaycan musiqisi o qədər bayağılaşdırıldı ki, klassik musiqiyə bugün heç kəs qulaq asmır. Demək, biz nə etməliyik? Yenidən o Sovet dövründə olan o musiqi mədəniyyətimiz, musiqi təfəkkürümüz ki, orada bir yaxşı ənənə formalaşmışdı, vokal, simfonik orkestrlər çalırdı, ondan sonra məsələn, klassik musiqi, muğam, xalq mahnıları və s. Bu milli zövqlə formalaşan, bu milli estetik qabiliyyətlə formalaşan yeni nəsil dərk edir Üzeyir Hacıbəyovda. Amma bugün daha çox başqa bir Üzeyirə dinləyirlər.
Razısınızmı? İndi mən heç kəsin yenə deyirəm, xətrinə dəymək istəmirəm. Sadəcə o hara bu hara var. Farsların bir atalar sözü var. Deyir şəkəri Mazandaran, şəkəri Hindistan, hər do şirin adama ən qoca bu, en qoca. Yəni Mazandaran şəkərdir, şəkəri Hindistan şəkərdir, şəkəri. İkisi də şirindir. Hər do şirinədir. Amma o hara bu hara. Yəni çünki niyə? Mazandaran şəkəri şəkər soğundurundan əmələ gəlir. Xam malı başqadır. Hindistan şəkəri şəkər qamışından əmələ gəlir. Bunun xam malı başqadır. Yəni bu da musiqidir, bu da musiqidir. Amma bu musiqi bizə düşünməyi öyrədir. Bu musiqi bizə zövq öyrədir, estetika öyrədir, mədəniyyət öyrədir. Amma bu birisi musiqi də başqa şey öyrədir. Yəni məsələ bundadır. İnformasiya da elədir. Yəni nəyə görə məsələn bizim gündəmimizi medianın əsas vəzifəsi bu gün Azərbaycanın gündəmini təyin etməlidir və onun izahatını verməlidir. Burada da məsələn mənim jurnalistika fəaliyyətim elə bir dövrdə oldu ki, tutaq ki 90-cı illərin əvvəlləri ümumiyyətlə jurnalistikadan klassik janrlar çıxırdı. Oçiq, reportaj və s. və bu bənənəvi mənimsədiyimiz elə publisistik janr çıxışdırıldı. Bunun yerinə məsələn gəlirdi analitik janrlar, analitik jurnalistika mənim yadıma gəlir. Mən bunu mənimsəmək üçün illərimi xərclədim. İndi deyirsiniz, bunu mən hansı universitetdə öyrənəcəydim o vaxt? Yoxdur. Amma nə etmək lazımdır? Xəbəri yığıb, emal edib, xəbərin özündən xəbər qopartmağı bacarmaq lazımdır. Yəni bu xəbərin altındakı xəbər nədir? Onu görmək lazımdır. Ona görə də mən düşünürəm ki, burada cəmiyyətimizin, yeni nəslimizin şəxsi keyfiyyətləri, intellektual keyfiyyətləri, erudisiyası çox dərin və geniş olmalıdır. Bu istedad duyum məsələsi də birinci növbədə yaradıcı olduğu üçün mən sizlə tam razıyam. Amma o məsələdə razı ola bilmirəm ki, özümün də müşahidə etdiyim məqamlar olub. Əslində adını çəkmək istəmirəm, beynəlxalq tədbirlərimizdən birində gənc bir həmkarım, yəni gözümün şahidiyəm, cənab prezidentin köməkçisinə verdiyi sualda Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkmi sualını verdi. Təbii ki, Hikmət müəllim, Hikmət Hacıyev çox tutarlı, gözəl bir cavab verdi. Amma bu sualın özündə, yəni jurnalist tərəfindən yanaşdıqda doğru sualdırmı? İndi baxın, təkcə jurnalistika yox, ümumiyyətlə baxın, belə bir fikir var. Elm haqqında danışanda deyir ki, Nəsrəddin Tusinin sözüdür. Nəsrəddin Tusi deyir ki, elm sualdır. İndi deyirsiniz ki, bayaq yenə belə bir fikrimiz vardı ki, universitetlər bizə hər şey verməlidir. Ya da çox şey verməlidir. Çox şey verməlidir. Ortaq məqsədə gələk ki, razılaşaq, çox şey verməlidir. Amma nə qədər çox şey bilirsənsə bil, sənin verə biləcəyin sual yoxdur, sən tükənibsən. Bəli. Bitdin sən. Yəni əvvəllər çox çətin idi o rangda şəxsləri görmək və onu indi əlimiz çatır. Əlimiz çatır, sual düzgün sual formalaşdırıb verə bilmirik. Mən o qədər təəccübləndim ki və bir daha üzr istəyirəm. Hikmət müəllimə olan şəxsi simpatiyam, hörmətim daha da artdı ki, çox gözəl də suala cavab verdi. Amma daha tutarlı bir sual verib ondan çox daha gözəl də cavab almaq mümkün idi axı. İndi məncə baxın, təqribən sizin yaşda olardı elə bu sual. Bəli.